Onu tez yıksın Samire mənə versin. Ya da neresi diyorum. Mənə təcili. Şahane Hanım. Yaxınlaşıyorsa gəlsinlər sizin efirə. Mənim bilirsən, qonşumuz mənə deyib ki, sən öpüm, qoy onu öpüm. Gəl, deyir ki, çox doğru demisən, nə demisənsə? Deyirlər ki, Jale Qarayevanı öpün. Salam əleykim. Xoş gördük sizi. Salam. Zamik Bey. Bəli. Xoş gedən Baxşəliyeva Sən Axtarıram proqramından sizə zəng eləyir. 12 nömrəli Şəkidə 12 nömrəli orta məktəbin şagirdi Fuadın döyülməsi ilə bağlı. Buyurun, xoş gələn xanım. Bu uşaqların direktor deyibdi ki, aprelin 2-si dərsdir. Həmən o döyən uşaqlarla bərabər Fuad da dərsə gələcək. Daxili İşlər Nazirliyinin nümayəndəsi də dedi ki, hələ ki iş gedir. Yəni ekspertizanın rəyi gözlənilir, məlumatlar toplanılır. İndi mən sizə sual verirəm. Bu iş yekunlaşmamış, döyülən bir uşaqla döyən uşaqların eyni məktəbdə olması nə dərəcədə düzgündür? Uşaqların bir məktəbdən digər məktəbə yerini dəyişdirilməsi valideynin arzusundan, istəyi ilə olur. Hər bir halda bizim məktəbimizdə məktəb psixoloqu var, məktəbin müəllimləri var, rəhbərliyi valideynlərlə, uşaqlarla müvafiq Mən döyülmə məsələsindən danışıram. Uşağı döyüb vəhşicəsinə, uşaq bərbad gündə, hətta ananın əlində MRT-nin cavabları var. Yəni mən sual verirəm ki, məktəb hansı addım atacaqdır? Bu cür vəhşicəsinə döyülən uşaqla döyən uşaqlar eyni məktəbdə bu məsələ araşdırma bitməyincə bir arada olacaq. Hansısa bir prosedur var. Bəlkə o proseduru deyəsiniz bizə. Yenə qeyd edirəm, hər bir halda uşağın digər ümumi təhsil müəssisəsində fəaliyyətini davam etdirməsi valideyn istəyi arzusundan olar. Yəni biz valideyn icazəsi olmadan uşağın yerini dəyişə bilmərik. Məktəb, nazirlik hansı qaydanı tətbiq eləyəcək, hansı cəzanı verəcək, hansı addım atılacaqdır? Yenə qeyd edirəm, bunlar uşaqdırlar. Özümüz də etiraf edirik ki, məktəblidir, uşaqdır. Aralarında dərs olmayan... Siz garantiya verirsiniz ki, o məktəbli uşaq dediyimiz sabah başqa uşaqları dağda çırpmayacaq. Baxın da, bu uşağın valideyni var, bu işlə məşğul olan hüquq mühafizə orqanı var. Dərsdən sonraki uşağın asudə vaxtında və yaxud da qeyri-dərs günlərində... Yəni, Zamik bəy, mən qısa vaxtım çox azdır. Mən belə başa düşdüm ki, onlar elə aprelin 2-sində araşdırma bitmədən eyni məktəbdə təhsilə davam edəcəklər. Uşağın məktəbə gəlsə, dərsə gəlsə, onlarla üz-üzə gəlsə, bu zaten uşağın travmalıdır. Bu qədər... Uşağın valideynidir, bəli. Bəli. Siz onu məktəbə göndərsəz, bu necə olacaq? Mənim uşağım gəlib özünə nəsə eləsə, hansısa bir hadisə baş versə, kim buna cavab verəcək? Kim cavab verəcək? Uşaq məktəbdə tək olmur ki, orada uşağın sinif rəhbəri var, müəllimləri var, məktəbin psixoloqu var. Uşaq bəlkə də niyə özünə nəsə elədir ki? Aydındır, aydındır. Bu məsələ bizim Sən Axtarıramın gündəmindədir. Araşdırmalarımız da bu məsələ ilə bağlı davam edir. Və qeyd edeyim ki, telefon xəttində Zamik bəydir, Təhsil Nazirliyinin Şəkidə sektor müdürü. Təşəkkür edirəm Zamik bəy. Təşəkkür edirəm. Yəni, dəhşət, yəni bilmirəm nə olacaq. Bildiyim odur ki, bir nəfər ana da gəlib deyir ki, Rusiyadan bütün övladlarım gəldi, bir gecənin içərisində hamısının meyidi tapıldı, öldürdülər. Öldülər. Öldülər. Mən gəlib baxanda gəldik saat 6-da onlar gəlib. 8-də mən onlarla görüşməyə gəldim. Görüşdük, elədik, öpüşdük, qucaqlaşdıq, öpüşüm, neysə. Mən çıxdım, saat 11-də evimə getdim. Evimdən getdim, səhər saat 4-də gələndə gördüm ki, qapının zadveşkası açıq yerə düşüb. Uşaqlar yerdə, qızımın nəvəm qız olan da İspalnidə, gədə 14 yaşında uşaq. Onlardan sağ qalan olub mu?
Bir dənə balaca 3 yaşında O uşaq 3 qalıb. yaşında uşaq o da o evdə. Orada qalıb, hə. Orada aydın. Hamısı. Aydındır. Verin mənə. Mən indi bu məsələyə dönəcəyik biz. Bu məsələyə dönəcəyik. Mobilin məsələsi mən hörmətli Xoşgədəm xanım, mənim indi qonşumdur, yaxşı sözlər yazıb, onların hamısını oxumuram. Xahiş edirəm, mənim adımdan Jalə xanıma təşəkkür edin. Onu çox sevirik. Böyüklərə qarşı keçən verilişdəki sizin suala cavab, münasibətləri və oradakı mövqeyinə görə ona minnətdarıq. Böyüklərə hörmətinə görə onu öpürəm. Xahiş edirəm, mənim ağzımdan onu öp. Öpdüm bacı. Mən də Sənin ağzından öpürəm, bağrıma basıram. Ümumiyyətlə bu verilişin bütün izləyicilərini öpürəm, bağrıma basıram. Mənim əzizim. Teşekkür ederim. Çok sağ olun. Vallahi daha öp dedin, öptüm. Öptüm. Mənə mikrofon verin. Hazırsan mobil kişi. Var mı mikrofon? Deməli, mobil kişi deyir ki, mənim anam mənə dedi ki, uşaq qaynatam gilə gedəndə itib və nar ağacının yanından götürülüb. Ayşə həmən nar ağacının yanında olub. Ayşə də nənəyə deyibdi ki, ağ maşın apardı. Düzdür? Bəli, düzdür. Salam. Mən kimliyinizi heç nəyi deməyəcəm. Sadəcə həmən hadisə ilə bağlı nə bilirsiniz? Murad harda itib? Murad Mobilgil'in atasının qapısında itib. Atanın qapısında. Atasının qapısında. Yaxşı, o atanın qapısında adam yox imiş. Yox. İki bacı qardaş, baldızım girib içəri, yemək pişirməyə. Rəhilə içəri girir, yemək pişirməyə. Çıxır ki, uşaqları gətirsin. Axı Rəhilə içəridə uzanırmış, dişi ağrıyırmış. Özü danışdığı hamısı budur. Rəhilə elə danışmışdı. Rəhilə sizə nə danışmışdı? Rahilə dərdini çox danışırdı. Aha. İndi Mobil deyir ki, Rahilə hərdən bir ağlayırdı. Rahilə hərdən bir ağlayırdısa 92-dən Sən hələ onu denə, Rəhilə nə danışdı? Dedi, həmən günü necə xatırlayır? Xatırlayırdı, hamısını xatırlayırdı. Dedi ki, mənim uşağım o qapıdan götürülüb. Kim götürüb? Demədi kim götürüb. Rəhilə məsələn kimdənsə şübhələndiyini... Onların qapısında dava olmuşdu. Deyirdi, elə bəlkə də o davaya görə gedib. Dava kiminlə olmuşdu? Bilmirəm, bax. Bəs hər şeyi Rəhilə danışıbsa sizə, davanın kiminlə olduğunu... Yox, necə yəni? Yox, Dava önəmli qorxurdu dava. Rahilə. Nədən Rahilə, qorxurdu? Mobilin anasından da qorxurdu. Özündən də qorxurdu Mobilin. Allah Allah, mobildən qorxurdu. Mobilin anası belə Sərt qadın idi. Sərt qadın olmuşdu. Əgər onun, mənim qaynlarım, qaynımın, yoldaşımın əli ilə geçsəydi o uşaq, heç onlar yaşamazdı. O ev də orada yaşamazdı. O qadın elə belə... Yəni hökmran bir qadın idi da. Yaxşı, amma mobil də... Rahilə ağlamaq nə idi? Rahilənin gözündən yaş gəlsəydi, onu kimsə qoyardı onu ağlaya. Qaynanası qoymazdı, heç onun gözündən yaş gəlir. Uşaq üçün ağlamağa qoymur. Olmaz. Niyə? Elə qoymurdu da. Necə yəni qoymurdu? Qoymurdu, Qadın bu gizlin uşağı ağlayırdı. itib, 4 yaşında o evladı itibdi. Ağlamayıb neyniyəcək ay xanım? O ölməmişdən də qabaq dedi ki, mənim uşağım sağdır, yaşayır. Hiss eləyirdi. Hə, deyirdim, yəni bilirəm ki, mənim uşağım yaşayır. Dedim, mənim uşağım ölməmişdən qabaq, axşamı danışıb ki, mən Xoşgədəmə çıxacağım. Mən balamı axtaracağım, Allah haqqı. Mən balamı axtaracağım, balam sağdır. Bax, o paltarı özü ilə aparıb gətirirdi ki, elə bilirəm, Murad özümlə gedib gəlir. Ay Allah. Hə, özümlə gedib gəlir hər Muradın yer. paltarları. Hə, Muradın paltarlarıdır. 2011-ci ildə mənə verib. Ay Hə, bax, bunu onun sinəsinə mən qoymuşam öləndə. öləndə. Hə. Mənim baldızım çox. Paltar almamışam onu. Onu mən almışam, Mən almışam, sən yox. Mən alıb əskərlikdə mən alıb gətirmişəm bu Sən alsan, mən paltarları. onu bilmirəm.
Böyle bu paltarı sinəsine qoyandan sonra can verir. Yazıq qadın. Axşamlar danışıb ki, mən xoş gedimə çıxıb balam axtaracam. Həmən günün səhərisi də vəfat etdi. Allah rəhmət eləsin. Nə qədər acıdır. Bir ananın illərlə övlad və biri var ki, gedib məzarını ziyarət edirsən, biri var ki, aman xəbərsiz, bilmirsən hardadır, ağlına min xəyal gəlir. Mənim bacımın balası rəhmətə getmişdi 5 yaşında. Bacıma qayıtdı ki, sən üzə bilirsən ki, daşı var, gedib ağlayırsan, mən nə edeyim? Ay, elə deyib ağlayırdı. Yəni siz deyirsiniz ki, mobil səhv deyir. Səhvdir. Mobil ömrü boyu Rahlə bala deyib. Ömrü boyu. Amma nə mobilin yanında ağlayıb, nə də... Nə qaynanasının yanında. Allah Allah, öz həyat yoldaşına da inanmayıbdır. Necə? Bu paltar onu geyinməyib, həmən o Bunu uşaq. yalandan mı alıblar? Bəli, bu o paltardır. Mən belə paltar heç, o da alsa mən bunu görməmişəm. Necə bu mənim evimdə olsa mən bunu Xoş gedəm xanım. And olsun Allah, onu mənim bacım sinəsin. Onu sinəsinə qoyandan sonra canını tapşırıb mənim bacım. O haqsızdır. O da mən bunu görməmişəm. Onu- Bu paltarı görməmişəm onda. Onu mən əskərlikdən Nə xəbərim olmuyor, almışam. niyə ki? İcazənizlə buyurun, barın. Onu mən əskərlikdən gələndə o kostyumu aldım getdim. Verdim ona. Onun cibinə də 2 dənə 25'lik qoymuşdum. Birim hərəsin biz cibinə. Onu bacım saxladı. And olsun Allah'a mənim bacım. O paltarı onun sinəsinə qoyulandan sonra canını tapşırdı. Onu sən hamısına cavab verəsən. Sən nə qədər ki mənim bacım barəsində. O sən cavab verəsən, o sözləri mən yox. danışmısan. Sən cavab verəsən, mən yox. səndən keçmişəm onu. Mən səndən keçmişəm. Yaxşı. Sən Heç senaryo bir şey. hazırlayırsan hazırla. Nə olar? Eyb yoxdur. Senaridir bu. Mən uşaq Hazırla. axtarıram. Uşaq axtarmağa mən çıxmışam, sən yox. Abi 33 ildir niyə çıxmırdın? Ben niye Yox, niyə çıxmırdın o vaxtdan? Sən niyə çıxmırdın? Mən yox idim də, mən yox idim də. Sən çıxırdın da. 2017'den beri 2017'den beri götürür, Mobil Bir dənə xoş gedəm xanıma 2017'də, müraciət eləmişsən. 2017'də bəli. Eləyib xoş gedəm xanım sizə müraciət Edib, edib. Yox, Eləyib. mən olmamışam da. Yox, siz olmamısınız, amma onlar tərəfdən 2017-ci ildə mən Xəzər televiziyasındaydım. Görmüsünüz onu. Onu görmüsünüz. Yox. Onu bir dəfə görmüsünüz. Yox. Bu işte heç vaxt olmuyor. axıra Heç kimi vaxt olmuyor. Yox, axıra kimi çıxmamasının səbəbi vardı. Mənim deyim, səbəbin deyim. Bizdə o qədər axtarışlar var ki, həmin vaxt o qadın gələndə onun qapının ağzında qəbul eləmişdilər. Qeydiyyata almışdılar və demişlər ki, sizi biz çağıracağıq. Bəli. O vaxt mən də çıxmışdım da, mən də ərizə vermişdim o vaxt. Hara çıxmışdı? ATV-yə. ATV-də olanda Bəli, düzdür. O o qədər. Onda arxivimizi ləğv eləmişdilər. Ola bilər, səhv amma mən də olmuşam orada. Bəli, siz də ATV-də o düzdür. Ola bilər o vaxtı gəlmisiniz, amma orada bizim arxivimizi Axıra kimi gedirdilər də. Yox, axıra kimi onların mənim yanıma axıra kimi gəlməməsinin səbəbi biz onlara dedik ki, biz sizi çağıracağıq. Yox, indi niyə çıxırlar? İndi niyə görə? İndi çağırmışam, çıxıbdı da. 33 il Xoşqədəm mən xanım, başqa idi. Muradı axtarmaq ən birinci mobil kişinin Bax, borcudur mən ki, bunu sənə bir axtarsın. dəqiqə xahiş edirəm. O paltarı götür. Mobil. O sənin balanın paltarıdır. Mənim balamın yadigarı var evimdə. Yoxdur. Var. Yox. Var. Axı sən mənə yalan deməzsən. Xoş gələm xanım. Üzr istəyirəm, xoş gələm xanım. Var. Sağlıq olsun. Xoş gələm xanım. Üzr Var, istəyirəm bir hə. dəqiqə. Axı sən mənə yalan deməsən. Mobil, mən sənə özüm qədər inanıram. İnanmıram sən mənə yalan deyəsən. Xeyr, Sən mən mənə yalan dedin ki, danışmıram. xoş gedəm xanım, mənim evimdə Muraddan bircə dənə heç nə yoxdur. Çünki mən deyir ağlayırdım, onu başqasına verirdim. Şəkillər vardı, şəkillər hamısını
Yox, şəkil Qızım yox, paltar. Dedin 2 dənə var idi. Hətta o 2 dənə ayaqqabını var. da Biri denildin. vermişəm, biri də qalıb. Qalıb. Hə. Sən də İndi mənə bilmirəm o köynəlim. sən də mənə yalan dedin, qardaş. Yox, yalan demirəm. Sağlıq olsun. Xoş gələn Sağlıq xanım. olsun. Qoy. Çünki o mənə lazım idi, amma sən mən Lazımlı vaxtı var da onun. Onu mən tapıb gətir, sizə təhvil verərəm. Burada nə var? Eşitdim. Eşitdim görüm kimdir, nəçidir? Bu 30'lu tüldə, bu 20 də o mani. ki qaldı Səmaya, Səma niyə tək deyilmədi? deyil. Səma ilə bərabər bir neçə nəfər var. Burada, Gəlsinə də bəli, yenə kimi demir və gələcək.